Motivasiya və disiplinin fərqlərini gəlin başa düşək. Hər hansı bir şey başlamaq üçün motivasiya önəmlidir. Amma hamı bunu belə eləmir. Bir çox insanlar hər hansı bir şeyi qorxuya görə başlaya bilər. İtirmək qorxusu ola bilər, uğursuz olmaq qorxusu və s. Başa düşmək üçün bir sadə bir misal verim. Mən universitetdə oxuyanda da, məktəbdə oxuyanda da mən səhər durmaqla aram yox idi. Sizdə bilmirəm necədir. Amma insan səhər tezdən oyanmağın səbəbləri fərqlidir. Ən çox oyanma səbəbləri qorxudur. Yəni indiki cəmiyyətdə. Yəni səhər saat 7-də bu dilik çalanda niyə qalxırsınız? İşi itirməyə qorxursunuz. Ki işə gecikəcəm, mən işdən çıxaracağam. Universitetdə gecikəcəm, qayıb yazacaqlar. Sonra universitetdən qovacaqlar və s. və s. Yəni sizin səhər oyanma səbəbiniz qorxudur. Mən səhərlər qorxuya görə heç vaxt qalxmaq istəməmişəm və qalxmamışam. Yəni birinci dərs istəməmiş gecikmişəm ya da gəlməmişəm və İş karyeraya başlayanda elə bir sahə seçdim ki, mən orada səhər tezdən oyanmağa səbəbim olmasın. Varsa düzgün səbəb olsun. Hal-hazırda mən səhər 6-da 7-də uyanıram, amma ona görə yox ki, bu dilik çalır və bu diliklə heç vaxt oyanmıram. Ona görə ki, elədiyim şeylər o qədər maraqlıdır və o qədər ilhamlandırıcıdır ki, mən yuxuya gedəndə artıq o fikirlə yuxuya gedirəm ki, səhər nə vaxt tez açılacaq ki, mən işlədiyim layihənin üstündə işləməyə davam edeyim. Amma o seçdiyim yolu gedəndə belə həmişə qalxış-düşüşlər olur və o düşüş olanda səni saxlayan şey artıq motivasiya olmur. Yəni çünki motivasiya artıq yoxdur, depressiyada salmasan. Orada artıq disiplinin rolu var. Yəni disiplin odur ki, sən bir vərdişlər özündə hazırlayırsan o getdiyin yolda və motivasiya olanda səni həmin vərdişlər xilas edir. Ona görə doğru vərdişləri özündə inkişaf etdirmək lazımdır və doğru səbəbə o vərdişləri inkişaf etdirmək lazımdır.